Bəzi insanlar gətirirlər ki, əgər müsafir səfərdə məşəqqət olarsa, orucu tutmaya bilər. Lakin məsələ bu cür deyil, barakallahu fikum. Yəni gəlin görək, müsafir, yəni səfərdə olan insanın o orucu iftar etməsi icazəlidir deyəndə, bu məşəqqətə bağlı bir icazədirmi, rüxsətdirmi, yoxsa məşəqqətlə əlaqəsi yoxdur, yəni çətinliklə əlaqəsi yoxdur. Alimlər elm əhli buyurur ki, bir insan əgər məşəqqəti yoxdursa, yəni o getdiyi səfərdə heç bir çətinliyi yoxdursa, seçim qarşısındadır. İstəsə tutar, istəsə tərk edər. Və elm əhli hansının daha əfzəl olduğu barəsində isə ixtilaf ediblər. Yəni biz bildik ki, müsafirə, səfərdə olana iftar etmək icazəlidir. Lakin əgər məşəqqət yoxdursa səfərdə, çətinlik yoxdursa, sənə oruç tutmaq daha əfzəldir, yoxsa iftar etmək daha əfzəldir? Alimlər bu şey barəsində ixtilaf ediblər. Cümhur alimlərin görüşünə görə oruç tutmağı daha əfzəldir məşəqqət yoxdursa. Bəqərə surəsinin 184-cü ayəsində buyurur ki, Allah subhanahu wa ta'ala və ən təsumu xayrun lakum in kuntum ta'lamun. Sizin üçün oruç tutmaq daha xeyirlidir in kuntum ta'lamun. Yəni bilsəydiniz. Və bu ayəyə əsasən deyirlər ki, müsafir insanın Allah Taala rüxsət versə də, əgər məşəqqət yoxdursa, oruç tutması onun üçün nədir? Daha əfzəldir.